Hər hansı bir işə girirdim, yaxşı bir işə girirdim. O vaxt ingilis dilində yaxşı bilirdim. Mama birinci sözü bilirsiniz nə idi? Sən idi. Orada elə diri baş qızlar var ki, sən orada bacarmarsan. Ay qızım, ay qurban. Özü onu mənim şu bu formada deyirdi. Ay qızım, ay qurban olum, sən onu bacarmarsan. Bala ora sənlikdir. Əslində qorumaq mənasında deyir. Amma görün necə vurub partladırdı məni. Mən ingilis dilini hamıdan yaxşı bilirdim. Rus dilini tərtəmiz, riyaziyyatı gül kimi. Hələ bu elmlərə gəlməmişdim. Mən gedirdim orada işləyirdim. Baxırdım ki, mən bunu da bilirəm, onu da bilirəm, bunu da bilirəm. Amma mən ortalıqda yoxam. Və mən o qədər əzik bir insan idim ki, yəni əzilmiş bir insan idim. Mən deyirdim ki, Allah sən bir də məni görməsinlər. Yaxşı mənada belə. Yəni müdir sabah gəlib deməsin ki, sən bu Excel-də nə qəşəng tablitsa düzəltmisən, nə qəşəng belə sistem yaratmısan. Mən onu belə düzəldirdim və orada kiməsə deyirdim ki, sən nə eləmisən. Məni görməsinlər. Təsəvvür eləyin psixologiyanın darmadağın olmuş bir vəziyyəti.